Əziz dostlar, Əhl-i Sünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. İbn-i Cövzi Rəhməllah deyir, Allahın qulları, yəni hər bir müsəlman kişi və qadına Allah Resulü sallallahu aleyhi və səlləmə hər anında, hər vaxtda salavat gətirmək vacibdir. Yəni sadəcə şiddət, çətinlik vaxtda salavat gətirərək firavan vaxtı tərk eləmək olmaz. Onda nəyə oxşayacaq insan? Ahirət üçün yox, dünyası üçün əməl edənə bənzəyir. Sənə vacib odur ki, sən hər an Allah Resulü sallallahu aleyhi ve sellemə salavat edəsən, ayaq üstə duranda, oturanda, paltar giyərkən, yeyərkən, içərkən və bütün vaxtlarında və bunun bərəkəti, xeyri sənin özünə qaydırır. Bütün xeyirlər sənə qaydırır. Və bununla öz haqqını da vermiş olursan və həmçinin sənin Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin də haqqını vermiş olursan. Və bil ki, ya sən heç vaxt Allah Resulü sallallahu aleyhi və səlləmin haqqını verə bilməzsən, hətta sənin 1000 dilin olsa belə, hər dilinlə salavat etsən də belə. Çünki sənin cəhənnəmdən xilas olmağına səbəb Allah elçisi sallallahu aleyhi və səlləmdir. Və Allah Teala'nı səni xəlq edən, sənə hər bir şey verən Allah Teala'nı tanımağına səbəb Allah elçisi sallallahu aleyhi və səlləmdir. Sallallahu aleyhi və səlləm. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Birinci məqam. Əhl-i Sünnədən olan qardaşlarımız adətən Peyğəmbərin adı çəkiləndə sallallahu aleyhi və səlləm, yəni Allahın salavatı və salamı olsun ona deyirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem. Poslanik Allah sallallahu aleyhi ve sellem. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Resulullah sallallahu aleyhi ve sellem. Aydın ifadə ilə olmasa da, hər halda bunu nəzərdə tuturlar. Əlbəttə bunu aydın şəkildə deyənlər də var. Allahın Rəsulu Muhammed sallallahu aleyhi ve sellem. İkinci məqam. Bəs Əhl-i Sünnənin səhih mənbələrinə görə Allah Rəsuluna necə salavat göndərilməlidir? Salavat necə gətirilir? Sual verən soruşur. Salavat yəni Peyğəmbər sallallahu aleyhi ve sellem salavat getirir. Ne cürbəcür. Allahümme salli ala Muhammed ve ala ali Muhammed sallallahu aleyhi ve sellem. Quranda Peyğəmbərə salavatla bağlı belə bir ayə nazil olur. Həqiqətən Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və layiqincə salamlayın. Bu ayənin məzmunu ilə bağlı səhabələr Allah Rəsulundan ona necə salavat göndərməyi xəbər alırlar. Səhih Əl-Buxari və Səhih Muslimdə buna dair Kəb bin Ucrədən hədis nəql edilir. Allah Rəsulu bizim yanımıza çıxdı. Biz dedik, ey Allahın Rəsulu, sənə necə salam verməyi öyrəndik. Bəs sənə necə salavat göndərək? Buyurdu. Deyin, Allahım, Muhammedə və Ali Muhammedə salavat göndər. Necə ki, İbrahimə və Ali İbrahimə salavat göndərdin. Səhih Əl-Buxari, Kitab-ı Davat, hədis 6357, Səhih Muslim, Kitab-ı Salah, hədis 405. Salavat necə gətirilir? Sual verən soruşur. Salavat yəni Peyğəmbər sallallahu aleyhi ve sellem salavat getirir. Ne cürbəcür. Allahümme salli ala Muhammed ve ala ali Muhammed sallallahu aleyhi ve sellem. Əhl-i Sünnənin səhih olaraq qəbul etdiyi bu hədislərdə Allah Rəsulunun öyrətdiyi salavat məhz bu şəkildədir. Allahümme salli ala Muhammed və ala ali Muhammed. Yəni hədislərdə çox aydın şəkildə Peyğəmbərlə bərabər onun ailəsinə də salavat deyilməsi buyurulur. Necə ki, İbrahim və onun ailəsinə salavat göndərilirdi. اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم. Üçüncü məqam. Maraqlıdır ki, Səhih Əl-Buxari və Səhih Muslimdə Allah Rəsuluna salavat deyildikdə, onun ailəsinə də salavat deyilməsi buyurulduğu halda, bu əsərin müəllifləri İmam Buxari və İmam Muslim hətta elə bu hədislərdə belə Peyğəmbərin adını qeyd etdikdə, Peyğəmbərin buyruğuna rəğmən yalnız Peyğəmbərə salavat göndərir, onun ailəsinin adını çəkmirlər. Halbuki Peyğəmbərin salavatla bağlı buyruğuna ən azından bu hədislərdə riayət edib sallallahu aleyhi və alihi və səlləm yaza bilərdilər. Dördüncü məqam.
Əhlüsünnə şəriətinə görə namazlarda Allah Rəsulunun sözü gedən buyruğuna əməl edilir və peyğəmbərə salavat göndərildikdə bir qayda olaraq onun ailəsinə də salavat göndərilir. Əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammeden abduhu və rasuluh. Allahümme salli ala Muhammedin və ala ali Muhammed. Amma nədənsə başqa hallarda Allah Rəsulunun sözü gedən buyruğu adətən tamamilə unudulur və salavatda ailəsi yad edilmir. Əziz qardaşlarımıza, qardaşyana sualla müraciət edək. Əhlüsünnənin səhih saydığı hədisdə Allah Rəsulu öyrədir ki, ona salavat dedikdə ailəsinə də salavat deyilsin. Bəs belə isə salavatda Peyğəmbər ailəsini yad etməməyin səbəbi nədir? Sözü gedən hədisə görə Peyğəmbərin adı çəkiləndə ona və ailəsinə salavat olsun demək daha doğru olmazdımı? Axı Allah Rəsulu salavatı məhz bu şəkildə öyrədib.